Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Bir növbəti videoda da kombinin sizə qoşulum qaydasını göstərəcəm. Yəni bu qayda da, kombini tutaq ki, işlədimirsiniz nə vaxtdandır, təzyiqi düşüb və yaxud da ki, lazımdır, qoşmaq lazımdır. Çoxu bilmədiyi halda bu gördüyünüz krantı görürsünüz. Bağlı vəziyyətdə qoyduğu halda işə salır və kombi dərhal qaynama yaradır. Bu hallarda nə edirsiniz? Bu krant görürsünüzmü? Yəni düzdür, xətlə üzərində düzləmədir. Bu açıq olduğunu bildirir. Bax, beləçinə düz olduğu halda. Böyürləmə olarsa, misal üçün belə olarsa, bağlı vəziyyətini bildirir. Yəni biz bunu açıq saxlayırıq. Çünki təzyiqi artırmaqdan sarı açıq qalmalıdır. Bu gördüyünüz, əgər fərqlənmək üçün bilməsəz, bəzilər var ki, kombilərdə ataplinin xəttləri ikisi yanaşıdır. Yəni iki xəttin ikisi də yanaşıdır, mətbəx modu da ikisi yanaşıdır. Yəni soyuqla isti su çıxışı yanaşı olur. Yəni eləcəyə də baxarsınız, onun da fərqini necə bilirsiniz? Bax, gördüyünüz halda görürsünüz. Bu 20'lik rezbadır, bu 15'liydi. Əgər yox, siz görərsinizsə, tutaq ki, bu gördüyünüz 20'lik, bunun yanında da 20'lik. Və bu barel krantı, yəni artırmaq üçün yer fərqli olur. Yəni onda siz nə edirsiniz? Yəni onda siz belə edirsiniz ki, rezbi ilə fərqini bilirsiniz ki, ataplinin krantı hansıdır? Yəni 20'lik həmişə yadınıza qalsın, ataplinin üçündür. Bunda fərqlidir. Bunda necə fərqlidir? Yəni 15'lik olan girişlik soyuq suyun girişidir. Gördüyünüz halda 15'lik də isti suyun çıxışı, yəni mətbəxdə gedişdir. Bu gördüyünüzdə ataplinin isti suyudur. Yəni gedişdir. Gedişidir. Bu da gördüyünüz qayıdışdır. Yəni bu hallarda siz nə edirsiniz? Yəni dediyim üsuldan istifadə edirsiniz. Gördüyünüz krantı görürsünüz burada. Barelin krantıdır. Yəni təzyiqini artırmağa. Yəni bunu sağa bağlayıb sola açırsınız. Açdıqda bir gözünüzdə barel olur. Yəni təzyiqi qaldırmaq üçün. Görürsünüz, bir yarım təzyiqdədir. Siz də bax, beləcik açıb, bir yarım təzyiqə qoyub, krantı da əmin olursunuz ki, açıqdır. Bildiniz necə? Yəni qoyursunuz, açıq qalır. Bəzən olur ki, yadlarından çıxır. Bu krantı bağlı qoyurlar, barel açırlar. Deyirlər, usta, su qalxmır. Yəni siz bir də nəzarət edin ki, bu su açıq olsun ki, girişdir. Yəni bunu açıq qoymalısınız ki, siz buradan təzyiqi artıra biləsiniz. Yəni bu da dediyim kimi ataplinlə gedişlər açıq olmalıdır. Hər bir ataplinin də krantı yəni sağa bağlanır, sola açılır. Hər iki tərəf krantında açıq olmalıdır. Yəni evdə də baxılmalıdır. Ən axırıncı